Bismillahirrahmanirrahim. Allah Teala Kur'an-ı Kerim'de Bəqərə suresinin 147. ayəsində buyurur: Euzubillahimineşşeytanirracim. El-haqqu min rabbik. Hak senin Rəbbindendir. Yani hakikat Allah'tan başlayır. Hakikat Allah'tan qaynaqlanır. Allah'tan qeyri ünvanlarda hakikat var mı? Xeyr. Güman var. Zənn var. Ehtimal var. Xahiş edirəm, diqqət edək bu məsələyə. Ehtimalı gücləndirmək, bəzəmək, yüksək səviyyəli ifadələrlə bürümək var, amma həqiqət yoxdur. Həqiqət yalnız Allah Teala'dadır. Çünki həqiqətin kökü Allah Teala'dır. Ümumiyyətlə, həqiqət həyatın materialıdır Quran-ı Kerim əsasən. Həqiqət həyatın materialıdır. Ona görə deyirlər, yalan ayaq tutar amma yürüməz, yeriməz. Ona görə deyirlər ki, fəsad, çürüntü, düz getməmək əvvəl-axır dayanacaq. Ona görə deyirlər ki, su gələndə əvvəl köpük gəlir, o səni aldatmasın. Köpük aradan gedəcək. Həqiqət sudur. Əli Aleyhisselamın gözəl bir kəlamı var bu arada. Buyurur: "E'rifil haqqa ta'rif əhləh." Sən həqiqəti tanı, həqiqəti öyrən, o zaman həqiqət əhlini tanıyarsan. Yəni, şəxsiyyətə pərəstiş etmə. Bu biraz geniş mövzudur. Bir neçə kəlmədə bunu istəyirəm yekunlaşdıram. Baxın, bəzi insanlar var, Əhl-i Beyt əleyhissalam kimi, peyğəmbərlər kimi. Onlar o qədər bizə həqiqəti aşılayıblar, o qədər məntiqi aşılayıblar, o qədər 2 vur 2 4'ü aşılayıblar. Artıq biz bilirik ki, onların məramı, amalı, onların ideyası, həyatı, ambisiyası həqiqətdir. Və Allah Teala da onları məsum yaradıb bizə deyir ki, məsələn, Aliyyun ma'al haqq vəl haqqu ma'ali. Əli ilə haqq bir-birindən ayrılmaz aleyhissalatu vesselam. Yəni, Əli aleyhissalam bir söz dedisə, sən dahi vaxtını öldürmə fikirləşməklə. Elə. Onsuz da düzünü deyir. Onsuz da haqq odur. Onsuz da həqiqətin mərkəzi odur. Əli aleyhissalamdır. Resulullah sallallahu aleyhi ve aleyhi. Digər imamlar, digər peyğəmbərlərdir. Amma digər məqamlarda görsən, sənin bir hörmət etdiyi şəxs var, məsum deyil. Yəni, Allah Teala onu təyin eləməyib. Bir alimdir, bir ruhanidir, bir ziyalıdır, bir möhtərəm şəxsdir, tarixi şəxsiyyətdir, filosofdur. Çox güclü filosof, çox məşhur filosofdur, çox böyük alimdir. Gəldi bir nadir söz dedi, fitrətin qəbul etmədiyi ifadə işlətdi. Sən demə ki, o deyibsə düzgündür. Yox, bu şəxsiyyətə pərəstiş doğru deyil. O sənin gözünü kör eləyər. O sənin gözünü kör eləyər. Onu Allah təyin eləməyib ki, nə desə düzgün olsun. O məsum deyil ki, nə desə düzgün olsun. Gördün ki, ağlınla düz gəlmir, bu bir. Və ya ağlınla tam düz gəlmir. Bu da 2. Çox mühüm məsələdir. Ya ağlınla düz gəlmir, ya da biraz düz gəlir, biraz düz gəlmir. Şübhəlisən. Şəxsiyyətə görə o sözü qəbul edə bilməzsən. Mənim ruhanim filan kəsdi, o dedisə qurtardı. Sənin ruhanin məsum deyil, vəliyullah-i əzəm deyil, imam deyil, peyğəmbər deyil. Sən nə haqla məhz o deyib deyə onun dediyini bəziyib, qəbul edib və ya qəbul elətdirirsən. Filan kəs böyük ziyalıdır, akademikdir, dünya şöhrətli, alimdir, filosofdur, 3 müəllimdən biridir, hər kəs olur olsun. Argumentsiz, dəlilsiz və ya
Baxın, insanların əksəriyyəti bu argumentsiz, dəlilsiz sözü qəbul etməməyi başa düşür. Amma burada bir incə məqam var. Həm onu başa düşmür bir çoxları, həm də bir çox söz quldurları buradan istifadə edirlər. Baxın, bəzən 20 dənə söz deyir, onun 19-u dəlillidir, biri səfeh sözdür, biri təxəyyüldür, biri ehtimaldır. O 19 sözlə səni çaşdırıb o bir dənə zəhərli əqidəni sənə qəbul etdirməsin, ehtiyatlı ol. Quldur söz ustaları 10 dənə güclü söz deyib 11-cini insanın beyninə salmaq istəyirlər. Quldur söz ustaları açıq-aşkar yalan danışmırlar. 5 dənə həqiqət deyib ortasına bir yarım yalan salırlar ki, sən çaşasan. Söz quldurları belədirlər. Məsələn, görsən, əqaid oxuyursan, deyirsən ki, varlıq orada səni saxlayır. Deyir ki, bir dəqiqə dayan, varlığın göstəriciləri mənədir. Sən də düşürsən əl-ayağa ki, doğrudan varlığın göstəriciləri. Amma unudursan ki, qardaş, sənə ki, bu qardaş dedi, varlığın göstəricilərini mənədir. Varlıq aksiomadır. Varlığın göstəricilərini sən niyə təyin edirsən? Mənə deyirsən, varlığın göstəricilərin mənədir. Sən kimsən ki? Sən beynəlmiləl meyarsan, məhəksən, karatsan, sən kimsən? Varlığın göstəriciləri. Sən mi təyin edirsən onu? Hər bir insan varlığı nədir? Başa düşür. Biz ibtidai sinifdə oxumuruq ki, desinlər ki, kim nəfəs alırsa o varlıqdır. Nə nəfəs alırsa o varlıqdır. Yəni, biz ehtiyatlı olmalıyıq. Doğru ilə yalanın arasındakı o intervaldan, o aradan sui-istifadə edib bizi aldatmasınlar. Haqqı tanı, həqiqəti tanı ki, əhlini tanıyasan. Və həqiqət ilə güman arasında fərq var. Həqiqət ilə ehtimal arasında fərq var. Həqiqət ilə zənn arasında fərq var. Allah bizi məntiqimizdən qorusun.